Prezident İlham Əliyev və xanımı 1-ci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Oyunları Əməliyyat Komitəsinin ofisi ilə tanış olmaq üçün bura gəldilər. Gənclər və İdman naziri Azad Rəhimov, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Simon Clegg görülən işlərlə bağlı dövlət başçısına məlumat verdilər. Bildirildi ki, Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarına hazırlıq üçün cəmi 2 il yarım vaxt ayrılmasına baxmayaraq, Azərbaycanın 1-ci xanımı Mehriban Əliyevanın sədrliyi etdiyi Təşkilat Komitəsinin, eləcə də Əməliyyat Komitəsinin fəaliyyəti nəticəsində yarışların yüksək səviyyədə keçirilməsi üçün görülən işlər artıq başa çatmaq üzrədir. Avropa oyunları ilə əlaqədar bütün nəqliyyat, qeydiyyat, informasiya, təhlükəsizlik və digər əməliyyatlar bu mərkəzdən idarə olunacaq. Mərkəzdə yerli və xarici mütəxəssislərin yüksək səviyyədə xidmət göstərmələri üçün hər cür şərait yaradılıb. Ümumilikdə komitədə yerli və xarici mütəxəssislərdən ibarət 1500-ə yaxın işçi çalışır. Atletlərə xidmət və idman şöbəsi ilə tanışlıq zamanı bildirildi ki, oyunlarda iştirak edəcək bütün idmançıların, məşqçilərin yerləşməsi və lazımi idman avadanlıqları ilə təmin olunması, həmçinin onların təmsil olunduqları ölkələrin olimpiya komitələrinin rəsmilərinin qarşılanması və yerləşdirilməsi buradan idarə olunacaq. Texnoloji Əməliyyatlar Mərkəzi və Texnoloji Dəstək Şöbəsi də Avropa oyunlarına tam hazırdır. Oyunların keçiriləcək bütün obyektlərdə istifadə olunacaq texnoloji avadanlıqlar və oyunların yayımı da buradan idarə olunacaq. Bütün bu işlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə aparılır. Dövlət başçısı Avropa oyunlarının keçiriləcəyi məkanlar və ümumi marşrutun əks olunduğu xəritə ilə də tanış oldu. Oyunlar zamanı təhlükəsizlik məsələləri də yüksək səviyyədə həyata keçiriləcək. Birgə Təhlükəsizlik Əməliyyatlar Mərkəzi ilə tanışlıq zamanı bildirildi ki, ilk Avropa oyunlarında qitə ölkələrindən minlərlə idmançı bu tədbirdə iştirak edəcək. Atletlərlə birgə oyunları izləməyə gələcək çox sayda tamaşaçı və turistlərin axını da gözlənilir. Ən əsası isə həmin idmançıların və tamaşaçıların təhlükəsizliyinin təmin edilməsidir. Ümumilikdə həm yarışların keçiriləcəyi arenalarda, həm də Avropa oyunlarına daxil olan marşrutu üzrə 2400 kamera quraşdırılıb. Bütün təhlükəsizlik tədbirləri də bu mərkəzdən idarə ediləcək. Burada hüquq mühafizə orqanlarının hər birindən nümayəndə olacaq. Bütün bunlar isə Avropa oyunları ilə bağlı ölkəmizə gələn qonaqların rahatlığını təmin etmək baxımından əhəmiyyətlidir. Dövlət başçısı və xanımı oyunlar əməliyyatlarına dəstək mərkəzi ilə tanış oldular. Burada Avropa Oyunları Əməliyyat Komitəsinin bütün şöbələrinin rəhbərləri fəaliyyət göstərəcək. Əməliyyatların yüksək səviyyədə həyata keçirilməsi üçün mərkəz 24 saat işləyəcək. Artıq ilk Avropa oyunlarının açılışına az vaxt qalıb. Çox qısa müddətdə görülən işlər bir daha təsdiqləyir ki, ilk Avropa oyunlarının Bakıda keçirilməsi ölkəmizdə yaşanan olimpiya hərəkatına verilən dəyərin təzahürüdür. Bu hadisə həm də Azərbaycanda idman sahəsində yaşanan inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir. Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın Avropanın həyatında baş verəcək ilk belə hadisəyə ev sahibliyi etməsi təbii ki, həm də ölkəmizin idman sahəsində son illərdə qazandığı uğurlardan qaynaqlanır. Bu bir daha təsdiqləyir ki, 4 ildən biri keçiriləcək Avropa oyunlarının standartları məhz Azərbaycanda müəyyən olunacaq. İyunun 12-dən 28-nə də keçiriləcək Avropa oyunlarında 49 ölkədən 6000-dən artıq atlet 20 idman növündə mübarizə aparacaq. İlk Avropa oyunları Bakıda 21 məkanda keçiriləcək. Avropa oyunları Əməliyyat Komitəsinin ofisində yaradılan yüksək şərait bir daha bu idman tədbirinin yüksək səviyyədə baş tutacağına təminat verir. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oyunlarda Azərbaycan idmançılarının istifadə edəcəkləri geyimlərə baxdılar. Sonda xatirə şəkli çəkdirildi.